Avtomobildə olan ani nasazlıq dedikdə, bəli, müəyyən texniki qüsurlar, problemlər nəzərdə tutulur və bu nəqliyyat vasitəsini idarə etmək imkanlarını məhdudlaşdırır. Deyək ki, qaranlıq yol gedirsiniz, işıq siqnallarında problem yarandı və artıq siz önü görə bilmirsiniz. O zaman qanun deyir ki, bəli, bu halda nəqliyyat vasitəsini istismar etmək olmaz. Səs siqnalları işləmirsə olmaz, şüşə silənlər işləmir, olmaz və s. Elə texniki problemlər var ki, bunları çox qısa müddətdə aradan qaldırmaq mümkündür. Deyək ki, işıq siqnallarıdır. Hardasa naqillər boşalıb, sürücü bunu bərkitdi, işıqlar yandı və s. hərəkətə davam edə bilər. Amma buna cərimə yazılmalıdırmı? Bax, bu biraz mübahisəli məsələdir. Qanun deyir ki, aradan qaldırılması mümkün olmadıqda polis cərimə yaza bilər. İşığın yanması da mümkün olan variantdır da. Hər halda sürücü indi də olmasa, aparıb hansısa servisdə ustaya versə, elektrik onu düzəldib işıqları yandıracaq. Deməli, ona cərimə düşmür. Amma adam bundan istifadə edib sürür. Bu gün də sürür, sabah da sürəcək, o biri gün də sürəcək. Və bu halda nə baş verməlidir? Bax, bunun cavabı açıq qalır. Qanun buna qarşı bir söz demir. Ona görə bəzi sürücülər də bəli, bundan istifadə edirlər. Avtomobilin bamperi yerində yox. Vurulub, qəzalıdır, sürücü çıxardıb onu verib təmirə, bampersiz maşın sürür. Yəni bufer hissəsi yerində deyil. Və bu aradan qaldırılması mümkün olan xətadır, amma həmin an mümkün deyil. Çünki sürücü deyəcək ki, vermişəm usta hələ bunu yapışdırır bir-birinə. Elə rəngləyəcək, sonra mən gedib onu yapışdıra biləcəm üstünə. Bu müddət ərzində sürücü avtomobili idarə edir axı. Qanun buna qarşı hələ heç nə deyə bilmir. Qanun deyir aradan qaldırılması mümkün olmadıqda. Amma sürücü deyir ki, mümkündür. Bu gün də olmasa sabah taxacam üstünə buferi. Bax, belə boşluqlar var və polis də bundan irəli gələrək müəyyən addımlar ata bilir ki, qanunda belə yazılıb, mən də bunu tətbiq edirəm. İndi sən get ver məhkəməyə, məhkəmədə öz hüquqlarını tələb et, bərpa et. Bax, bu cür mübahisəli məsələlərin yaranmaması üçün hesab edirəm ki, qanunvericilikdə bütün məsələlər incəliyinə qədər yazılmalıdır. Hansı hala cərimə düşür, hansı hala düşmür. Bu aydın şəkildə yazılmalıdır. Aradan qaldırılması mümkün olmadıqda cərimə yazıla bilər. İndi eləsi var, olur dərhal, eləsi də var, olur bir neçə gün. Bax, belə məsələlərdə düşünürəm ki, bəzən polisin atdığı addımlar belə düzgün addım hesab olunmalıdır. Amma bəzən isə yersiz qərarlar çıxır ortalığa. Deyək ki, faradır. Adam düşüb əli ilə bir şapalaq vursa, fara yanır, işıq yanır. Amma tutub ona cərimə yazmaq artıq düzgün deyil. Deyək ki, şüşəsilən yerində deyil, bagajdadır. Açıb da indi dəlidir, sürücünün bir psixoloji problemi var. Avtoxuliqanlığa meyilli sürücülər var, intizamsız. Və polis tutur, bu bagajdadır da bunu yerinə bağlaya bilir. Amma belə yaramaz insanlar var ki, buradan açır, bağlayır, təzədən gedir, o tərəfdə yenə qoyur bagaja. Beləsi ilə nə edəsən? Beləsinə cərimə yazmayasan, nə edəsən? Yəni, bax, bu ziddiyyətli məsələlərin çoxu qanundakı boşluqlardan irəli gəlir.